Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünneti ila yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, değerli izleyiciler, hoş gördük her birimizi. Ve biz 6 əsas risaləsini oxumağa davam edirik. Müəllif Muhammed ibn Abdülvahhab, həmçinin şərhçi Şeyx Ubeyd Əl-Cəbiri, Allah ona rəhmət etsin və Allah hər ikisinə rəhmət etsin. Və burada Şeyx Ubeyd Əl-Cəbiri hədislərdən dəlillər gətirir. İxlasa bilirsiniz, bundan əvvəl Muhammed Abdülvahhab birinci əsasdan, 6 əsasın birincisindən danışanda bildirdi ki, ixlas və onun əksi olan şirk. Yəni, Allaha ixlaslı şəkildə ibadət eləyib, onun əksi olan şirkdən çəkinmək. Və Şeyx Ubeyd Əl-Cəbiri, Allah ona rəhmət etsin, Quran-ı Kərimdən bu məsələlərə, yəni ixlasa və onun əksi olan şirkə dəlillər gətirdi. İndi isə Şeyx buyurur ki, Həzə minəl kitabil kərim. Yəni, Quran-ı Kərimin dəlillərini zikr edəndən sonra deyir ki, bu Qurandan olan dəlillərdir. Fəməzə necidu minəs sünnəti alət təhzir minəş şirk və vücubi ixlasıl ibadəti lillahi vahdə. Yaxşı, sünnədən ixlaslı şəkildə Allaha ibadət edib şirkdən çəkinməyə vacib olan nələr var? Yəni, hədisləri qeyd eləmək istəyir. Buyurur ki, Əl-hədisül əvvəl, birinci hədis, Mə ravahu şeyxan, Ali ibn Abbas. İki şeyxin, yəni bu İmam Buxari və Müslimin İbn Abbasdan rivayət elədiyi hədisdir. Radiyallahu anhuma. Ənə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm hinə bə'sə Muazən iləl Yəmən. O zaman ki, Muaz İbn Cəbəli Yəmənə göndərir. Qalə, ona deyir, İnnəkə təqdəmu alə qavmin əhli kitab. Həqiqətən də sən əhli kitabdan olan bir qövmün yanına gedirsən. Fəryəkun əvvələ mə tədi'uhum iləyhi ibadətullah. Onları ilk dəvət elədiyin məsələ Allaha ibadət olsun. Burada fikir versəz, Muhammed sallallahu aleyhi ve sellem ona deyir ki, sən əhli kitabdan olan bir qövmün yanına gedirsən. Elm əhli buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem ona xəbər verir ki, kimlərin ki yanına gedirsənsə, onlar elmlidir. Onlar elmlidir, onların kitabından məlumatı var. Hazırlaş, qabaqcadan hazırlaşmaq üçün Muhammed sallallahu aleyhi ve sellem ona belə bir söz deyir. Və sonra deyir ki, ilk onları dəvət edəcəyim məsələ Allaha ibadət olsun. Başqa bir rivayətdə isə deyir ki, فَلْيَكُنْ أَوَّلَ مَا تَدِعُوهُمْ إِلَيْهِ شَهَادَةُ أَنْ لَا إِلَهِ إِلَّا اللّٰهِ. Onları dəvət elədiyin ilk şey Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşulmayan bir kəlməyə, yəni la ilahə illallah'a dəvət et onları. فَإِذَا عَرَفُ اللّٰهِ. Onlar Allahı tanısalar, yəni la ilahə illallahı qəbul etsələr, فَأَخْبِرُهُمْ أَنَّ اللّٰهَ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِي يَوْمِهِمْ وَلَيْلَتِهِمْ. Onlara xəbər verir ki, Allah gecə gündüz onlara 5 vaxt namaz qılmağı vacib edib, fərz edib. فَإِذَا فَعَلُوا. Bunu etsələr, yəni la ilahə illallahı qəbul edib namaz qılsalar, فَأَخْبِرُهُمْ. Onlara xəbər verir ki, أَنَّ اللّٰهَ قَدْ فَرَضَ عَلَيْهِمْ زَكَاتًا. Allah onlara zəkat verməyi fərz edib, vacib edib. Tu'xadu min əğniyəihim fəturaddu alə fuqaraihim. O zəkat onların varlılarından götürüb kasıblarına verilir. Fəidə ata'u bihə. Onlar bu məsələdə də sənə itaat etsələr zəkatda, fəxuz minhum. Zəkatı götür onlardan. Və təvaqqa kəraimə əmvalihim. Mallarının yaxşısını götürməkdən çəkin. Bilirsiniz, zəkatda məsələn qoyundan verilirsə, orta mal götürülür. Nə ən yaxşısı, nə də ən zəifi götürülmür. Orta mal götürülür. Çünki Muhammed sallallahu aleyhi ve sellem başqa rivayətdə deyir ki, İyyəkə və kəraimə əmvalihim. Onların mallarının yaxşısını götürməkdən həzər elə çəkin. Fəinnəhu və təqi dəvətəl məzlum. Məzlumun bədduasından qorx. Fəinnəhu leysə beynəhə və beynəllah hicab. Çünki məzlumla Allahın arasında hicab yoxdur. Yəni Allaha bəddua eləsə, Allah onu, hətta kafir olsa belə, çünki burada Muhammed sallallahu aleyhi ve sellem qeyd edilir ki, əhli kitabdan götürür. Kafir olsa belə, məzlum, Allah onun bədduasını qəbul edir. Ona görə ona deyir ki, bu şeydən çəkin. Sonra Şeyx Ubeyd Əl-Cəbir buyurur ki, فَأَوَّلُ أَوَامِرِ Rasul sallallahu aleyhi ve sellem لِمَبْعُثِهِ Muaz radiyallahu anhu dəvətun nəs ilə ibadətilləhi vahdə. Muhammed sallallahu aleyhi ve sellem göndərdiyi sahabəni Muaza ilk əmri nə oldu? Onları tək Allaha ibadət eləməyə dəvət etmək. Dəlilli qardaşlar, buradan həmçinin bizim üçün ən böyük dəlildir ki, insanları dəvət eləyəndə
ilk olaraq tövhidə dəvət eləmək lazımdır. Tək Allaha ibadət eləməyə, Allahın isim və sifətlərini ona öyrətmək lazımdır. Allah onu görür, bilir, eşidir, xəbərdardır Allah da onun halından. İnsan Allahı tanısa, onda ona ibadət eləyəcək və ibadət edəndə ibadətdən bezib, ibadəti tərk eləməyəcək. Mütləq şəkildə insanları ilk olaraq namaza deyil, oruca deyil, zəkata deyil, nəyə dəvət eləmək lazımdır? La ilahə illallah. Allahdan başqa heç bir haqq məbud yoxdur və ibadət onun haqqıdır. Bu mənanı verən kəlməyə, yəni la ilahə illallaha dəvət eləmək lazımdır. Sonra Şeyx Ubeyd Əl-Cəbir buyurur ki, Əl-Hədis-ü Thani, ikinci hədis, An İbn Ömər radiyallahu anhuma, İbn Ömərdən gəlir, Ənə Rasulullah sallallahu aleyhi ve sellemə qalə, Muhammed sallallahu aleyhi ve sellem buyurmuşdur ki, Umirtu ən uqatilən nəsə həttə yeşhədu ən la ilahə illallah. Əl-Hədis. Əmr olundum ki, insanlar la ilahə illallah deyənə qədər, yəni şəhadəti gətirənə qədər döyüşüm. Bu nəyə göstərir? Şəhadət kəlməsinin mühüm olmasını. Və sonra buyurur ki, hədisin davamında və ənə Muhammədən Rasulullah. Yəni insanlar la ilahə illallah deyib Muhammədən Rasulullah sallallahu aleyhi ve sellem şəhadətin gətirənə qədər onlarla döyüşmək mənə əmr olundu. Və yuqimus saləh. Namaz qılmaqları, namaz qılsınlar. Və yu'tuz zəkə, zəkat versinlər. Fəidə fəəlu zəlik, onlar bunu etsələr, asamu minni diməəhum və əmvələhum. Mallarını və qanlarını məndən qorumuş olarlar, deyir Muhammed sallallahu aleyhi ve sellem. İllə bi haqqil İslam, İslamın haqqından başqa. Və hisabuhum aləllahi azza və cəllə. Onların hesabı Allah azza və cəlləyə qalır. Şeyx Ubeyd Əl-Cəbir buyurur ki, fəl-hədis vadih dilalətə alə əmreyn. Bu hədis açıq aydın iki məsələyə dəlalət edir. Yəni bu hədisdə dəyərli qardaşlar, Muhammed sallallahu aleyhi ve sellem bildirir ki, mənə əmr olundu ki, insanlar ilə şəhadəti gətirib, yəni la ilahə illallah, Muhammed Rasulullah sallallahu aleyhi ve sellem deyib, namaz qılıb, zəkatı verənə qədər onlarla döyüşmək mənə əmr olundu. Və belə etsələr, şəhadət gətirsələr, namaz qılsalar, zəkat versələr, mallarını və canlarını məndən qorumuş olarlar. Şeyx Ubeyd Əl-Cəbir buyurur ki, bu hədisin göstərdiyi iki mənadan birincisi, ənə təvhid huva rəsul əvamir. Həqiqətən də tövhid əmirlərin başıdır. Yəni, ən birinci əmri Allah Taala'nın tövhid əmridir və Muazın hədisi də, hansı ki, Yəmənə göndərdi o Muhammed sallallahu aleyhi ve sellem, bu hədis də ən böyük dəlillərdəndir. Çünki tövhid ilə başladı. Sonra buyurur ki, ثُمَّ تَتْبَعُهُ بَقِيَّةُ شَرَعِ. Sonra Allahın başqa əmirləri, yəni şəriyə əmirləri tövhidə tabidir. Yəni birinci tövhid, sonra namaz, sonra oruc, sonra zəkat, sonra həc və s. digər əməllər. Və ə'zamuha as-salah. Bu əmrlərin də ən böyüyü, ən əzəmətlisi namaz əmridir Allah Taala'nın. İkinci isə hədisin dəlalət elədiyi məsələ Tə'liqun Nəbi sallallahu aleyhi ve sellem ismətəddən vəl-məl alə iktimali thələthəti əşya. Muhammed sallallahu aleyhi ve sellem insanların mallarının və izlərinin, mallarının və qanlarının qorunmasını üç şeyə bağladı. Şəhadətə, namaza və zəkat verməyə. Sonra Şeyx Ubeyd Əl-Cəbir buyurur ki, Əl-Hədis-ü Thəlis, üçüncü hədis, Ənə İbn Məs'ud radiyallahu anhu səələn Nəbiyyə sallallahu aleyhi ve sellem. İbn Məs'ud hicrətin 32-ci ilində vəfat eləmiş sahabədir. Burada qeyd olundu İbn Abbas. İbn Abbas da hicrətin 68-ci ilində vəfat eləmiş sahabədir. Allah onların hər birisindən razı olsun. İbn Məsud isə hicrətin 32-ci ilində vəfat eləyib. Buyurur ki, Muhammed sallallahu aleyhi ve sellemdən soruşdular. Və yaxud da İbn Məsudun özü soruşdu. Əyyü zəmbi indəllahi əkbar. Ey Allahın Rasulü, Allah yanında ən böyük günah hansıdır? Qalə Muhammed sallallahu aleyhi ve sellem cavab verdi ki, ən təcələ lillahi niddən və huvə xalaqak. Allah səni yaratdığı halda Allaha oxşar, tay bərabər götürməyindir. Yəni Allaha ortaq qoşmağındır. Qultu thummə əyyü. Dedim ki, Allah Rasulü, sonra hansı böyük günahdır Allah katında? Qalə Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, thummə ən təqtülə vələdək xəşşətə ən yət'əmə mə'ək. Evladını səninlə yemək qoxusundan qətl eləyib öldürməyindir. Qultu thummə əyyü. Dedim ki, sonra ey Allah Rasulü, hansı daha böyük günahdır? Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, ən tuzaniyə bi haliləti cərik. Qonşuvun halalı ilə zina etməyin. Qonşuvun halalı ilə zina etməyindir.
Və sonra Şeyx Ubeyd Əl-Cəbiri buyurur ki, "Fəənzəlallahu azza və cəllə təsdiqan li nəbiyyi ayət min suratul Furqan." Allah azza və cəllə öz Rasulü Muhammed sallallahu əleyhi və səlləmin bu hədisini təsdiqləmək üçün Qurani-Kərimdə Furqan surəsində bəzi ayələri nazil edir. Allah Teala buyurur ki, "Vəllezîne lā yed'ûne me'allâhi ilâhen âxar." O kəslər ki, Allah ilə yanaşı bir digər ilahı, başqa bir ilahı çağırmazlar. "Və lā yaqtulûne nefselleti harramallahu illâ bil-haqq." Haqsız yerə bir nəfsi öldürməzlər, qətl eləməzlər. "Və lā yeznun." Və zina etməzlər. "Və men yef'al zâlike yelqa əsâme." Kim belə etsə, günahla və ya cəza ilə qarşılaşacaq Allah qatında. "Yudâ'af lehu'l azâbu yevmel qiyâmə." Və qiyamət günü onun əzabı çoxalacaq. "Və yaxlud fihi muhânə." Və həmin insan cəhənnəmdə zəlil olaraq əbədi qalacaq. Cəhənnəmdə zəlil olaraq əbədi qalacaq. Burada fikir versə Şeyx Ubeyd deyir ki, Muhammed sallallahu əleyhi və səlləm bu hədisdə 3 böyük günahı qeyd elədi. Və bu hədisi təsdiqləmək üçün Furqan surəsindəki ayələri nazil elədi. Muhammed sallallahu əleyhi və səlləm deyir ki, ən böyük günah Allah səni yaratmış olduğu halda Allaha ortaq qoşmağındır. Ayədə isə nə deyir? "Vəllezîne lā yed'ûne me'allâhi ilâhen âxar." O kəslər ki, Allahdan və yaxud da Allahla yanaşı digər bir ilahı çağırmazlar. Bu hədisin birinci hissəsinin dəlalətidir. İkinci hissəsi isə böyük günah "Thumma an taqtula waladak xəşyətə an yat'ama ma'ak." Evladını səninlə yemək qorxusundan öldürməyində. Allah Teala buyurur ki, "Və lā yaqtulûne nefselleti harramallahu illâ bil-haqq." Allahın öldürülməsi haram elədiyi nəfsi haqsız yerə öldürmək. Və bu ikinci hissəsi sonra Muhammed sallallahu əleyhi və səlləm dedi ki, "Ən tuzaniyə bi haliləti cərik." Qonşunun halalı ilə zina etməyin və bu da ayənin bu hissəsidir ki, "Və lā yeznun." Onlar zina etməzlər. Və fikir versəz bu əməllərin sünnədə və Qurani-Kərimdə gələn cəzası nədir? Allah Teala buyurur ki, "Və men yef'al zalik." Kim bunları etsə, yəni Allaha ortaq qoşsa, evladını öldürsə və ya başqa bir insanı öldürsə, həmçinin zina etsə. Zina umumən qadağandır. Allah Teala Qurani-Kərimdə bir neçə yerdə bunu bildirir. Məsələn, Allah Teala bildirir ki, "Lā taqrabu zina." Zinaya yaxınlaşmayın. Allah Teala buyurur ki, "Lā taqrabu zina innehu fahişatan və sa'a sabila." Həqiqətən o pis əməl, iyrənc bir yol və murdar bir əməldir. Hər halda zina qadağandır. Lakin Muhammed sallallahu əleyhi və səlləm qonşunun qadını ilə etməyi xüsusi qeyd edib. Bu Allah qatında ən böyük günahlardan sayılır. Kim belə etsə, bu 3 əməli yəlqa əsəmə. Allah Teala deyir ki, cəza ilə qarşılaşacaq və cəzası hələ əlavə artırılacaq üzərinə və cəhənnəmdə əbədi qalacaq. Allah qorusun, insanların arasında yayılmış ən böyük günahlardandır ki, insanlar görürsən öz qonşusunun qadınına, öz qonşusunun qızına göz tikir, yəni onun halalına göz tikir. Allah Teala hər birimizi bu murdar əməldən qorusun. Hətta bununla fəxr eləyib və bir-birlərinin yanında öyünürlər ki, məsələn, mənim filan qədər qadın tanışım var və s. Allaha sığınırıq bu əməldən və bilsin belə adamlar ki, vallahi Allah Teala bunu yerdə qoymayacaq. Əl-cəzəu min cinsil əməl. Necə elm əhli deyir, cəza əməlin növündəndir. Sən edirsənsə, sənkini edəcəklər. Muhammed sallallahu aleyhi ve sellemin yanına bir cavan gəlir, deyir ki, ey Allahın Rasulü, namaz qılacam, oruç tutacam, zəkat verəcəm, həcc eləyəcəm, lakin icazə ver, zinad eləyim. Muhammed sallallahu aleyhi ve sellem sahabələri yanında olanda gəlir o, sahabələr onu qovub uzaqlaşdırmaq istəyirlər ki, yəni bu nə sualdır və ya bu nə istəkdir? Muhammed sallallahu aleyhi ve sellemdən istəyirsən. Muhammed sallallahu aleyhi ve sellem rəhmət peyğəmbəri idi. Allah Teala buyurur ki, "İnna arsalnaka rahmeten lil alamin." Həqiqətən də səni aləmlərə rəhmət olaraq göndərdik. Deyir ki, buraxın onu qoyun gəlsin, yaxınlaşsın. Gəlir, yaxınlaşır Muhammed sallallahu aleyhi ve sellemə və Muhammed sallallahu aleyhi ve sellem hər birimizin başa düşəcəyi bir üslubda ona o əməlin murdar olduğunu öyrədir. Deyir ki, sənin anan var, deyir ki, var. Deyir ki, bacın var, deyir ki, var. Deyir, xalan, bibin və onların qızları var. O da deyir ki, bəli, var ya Rasulallah. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, "Ətuhibbu li ummik?" İstəyərsənmi kimsə sənin ananla zina etsin? O da deyir ki, səni haqq ilə göndərən Allaha and olsun, istəmərəm ya Rasulallah. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, "Ətuhibbu li uxtik?"
istəyirsənmi kimsə sənin bacınla bu əməli etsin? Deyir ki, səni haqq ilə göndərən Allaha and olsun, istəmərəm ya Rasulallah. Muhammed sallallahu aleyhi ve sellem onun yaxın olan qadınları qeyd edir və o da deyir ki, mən istəmərəm kimsə onlarla eləsin. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, sənin eləmək istədiyin o qadınlar ki var, onlar da kiminsə anası, bacısı, xalası, bibisi və onların qızlarıdır. Və adam peşman olur. Muhammed sallallahu aleyhi ve sellem onun sinəsinə belə vurur, yüngül vurur və Allaha dua edir ki, ey Rəbbim, onun günahını bağışla və qəlbini bu niyyətdən təmizlə. Bu hədisi rivayət edən deyir ki, həmin insanın qəlbinə bir daha bu murdar əməl gəlmədi. Vallahi böyük bir günahdır. Sən kiminlə eləyirsənsə, Allah subhanahu wa ta'ala onu sənin öz başına gətirə bilər. Murdar bir əməldir. Belə əməldən çəkin. Yəni xəstəlikdir, qəlbi xəstəlikdir. Allah qorusun, Allah Taala'dan istəyirik ki, Allah Taala bizim hər birimizi bu murdar əməldən qorusun. Sonra Şeyx Ubeydə Cəbri buyurur ki, فَكَمَا أَنَّ التَّوْحِيدِ هُوَ أَعْظَمُ مَا أَمَرَ اللّٰهُ بِهِ فَإِنَّ الشِّرْكِ أَعْظَمُ مَا نَهَى اللّٰهُ عَنْهُ. Allahın ən böyük əmri tövhid əmridir. Yəni tək ona ibadət eləmək, Həmçinin ən böyük qadağası şirkdir. Yəni ona ortaq qoşmaqdır. Yəni Allah Subhanahu taalanın ən böyük əmri tövhid, ən böyük qadağası isə şirkdir. Sonra şeyx buyurur ki, "Hədə huwa sarihud dilalati min lafzil hadis." Bu hədisin ləfzindən açıq-aydın görünən bir dəlil hissəsidir. Sonra buyurur ki, "Və fil hadis." Bu hədisdə laftatun uxra, başqa bir dənə məqam da var. Sonra buyurur ki, "Vəhiyə", o da "Ənə də'vətən Nəbi sallallahu aleyhi və səlləm tətədəmmən əl-əvamir və nəvahi." Muhammed sallallahu aleyhi və səlləmin dəvəti əmir və qadağaları özündə əhatə edir. Ne üçün bunu qeyd edir? Gözəl bir fayda çıxardır. Şeyx burada buyurur ki, "Və fi hada raddun ala du'ati'llezine yaqulun." Burada o dəvətçilərə rədd var ki, onlar deyirlər ki, "Yəkfi an tad'u'al insan ila'l iman." Kifayətdir ki, sən bir insanı imana dəvət eləyəsən. Yəni dəvət eləyəsən, insan iman gətirsin, "Thumma tatrukahu huwa li nafsi." Sonra tərk elə onu, qoy özü getsin, axtarsın, araşdırsın. "İzə ktəmələ imanuhu yatrukul maasi." Əgər onun imanı kamil olsa, o özü asilikləri, günahları tərk eləyər. Şeyx Ubeyd bildirir ki, "Hədə immə cəhlun bi də'vətin Nəbi sallallahu aleyhi və səlləm və immə dalalun." Belə deyən insan, yəni bir insanı imana dəvət elə, sonra tərk elə onu, əgər imanı artsa, özü salih əməllərin yolunu tutacaq, həmçinin günahlardan çəkiləcək. Belə deyən adam ya cahildir, Muhammed sallallahu aleyhi və səlləmin dəvətini bilmirmi ki, yəni bilmir ki, Muhammed sallallahu aleyhi və səlləm tövhidə dəvət eləməklə yanaşı, həmçinin əmirlər də edib və bəzi qadağalar da edib. Və immə dalun, ya da bu adam azğın bir adamdır, məqsədli şəkildə belə eləyir. İnsanlara Allahı göstərir, sonra yəni buraxır başlı-başına ki, nə istəyir eləyə bilər, əsas iman gətirməkdir. Allah qorusun bizim hər birimizi bundan. Bu da necə deyirlər? İrciyalıq, murciyələrin etiqadıdır. İman gətirdinsə, vəssalam, sən imanın mələklərin səviyyəsindədir, imanın səviyyəsindədir, Abu Bakrın imanı səviyyəsindədir. Yəni sən itaətlərdən nə etsən, nə çox itaət etsən imanın artmayacaq, nə də çox asilik etsən imanıva təsir eləməyəcək. Sonra şeyx buyurur ki, "Əl-hədisur rabi", 4-cü hədis, Hədisu Əbi Bakrata radiyallahu anhu. Əbi Bakrata'nın hədisidir ki, onu da İmam Buxari və Müslim rivayət eləyib. Ənə Rasulullah sallallahu aleyhi və səlləm qalə. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, "Ələ unəbbiukum bi əkbəril kəbair." Günahların və yaxud da böyük günahların ən böyüyü haqqında sizə xəbər verinmi? Sahabələr deyirlər ki, "Ver ey Allah Rasulü." Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-işraku billah." Günahların və ən böyük günahların böyüyü Allaha ortaq qoşmaqdır. Və uququl valideyn, valideynlərə ağ olmaqdır, onlara əziyyət verməkdir. Və şəhədətü zur, həmçinin yalancı şahidlik eləməkdir. Yalancı şahidlik eləməkdir. Bunlar da hər birisi ən böyük günahlardır. Lakin bizim üçün bu hədisdən əsas dəlil hissəsansıdır Allaha ortaq qoşmaq. Necə qeyd elədik əvvəldə Şeyx Ubeyd, Allah ona rəhmət etsin, Quran-ı Kərimdən ixlaslı şəkildə Allaha ibadət edib, şirki tərk eləmək barədə ayələri qeyd elədi və həmçinin indi isə
Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən Allaha ixlaslı şəkildə ibadət eləyib, şirki tərk eləmək barədə hədisləri gətirdi. Və bu da nədir? Şeyx demək istəyir ki, yəni bizim əsasımız, danışdığımız məsələlərin əsası, yəni isnadımız Quran və sünnədir. Ona görə deyilir ki, Quran, sünnə və salih sələflərin fəhmi. Və bu gözəl, əlhamdülillah, gözəldir. Bir insan danışanda nə özündən gətirmir, nə atasından, babasından gətirmir, hardan gətirir? Allahın kitabından və Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən. Ne üçün? Çünki dindən gedir söhbət. Dindən gedirsə söhbət, gətirilməlidir dəlil hardan? Elə Allahın dinindən, kitabdan və sünnədən. Əlhamdülillah, o gün də buna müvəffəq olduq. Allahdan istəyirik ki, Allah Taala bizi özünə ixlaslı şəkildə ibadət eləməyi müvəffəq etsin, asanlaşdırsın. Bütün xeyirlər Allahdandır. Və xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Aqulu ma sami'tum və əstəğfirullah li və lakum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innehu huvəl ğafurur rahim.